İşsizliyin ən aşağı olduğu 5 ölkə. sonuncu dəfə universitetdə olanda maraqlanmışam bu siyahıyla. Artıq üstündən 15 il keçib. Yəni ki, çox dəyişib. Bəli, ilk beşliyimizdə inkişaf eləmiş ölkələrdən heç biri yoxdur. İşsizliyi çox güman ki, burada fərqi yoxdur. Əkinçilik, turizm falan hər bir şeyi qatıblar yəqin ki. Yüksək gəlir fikirləşməyin, sırf işləmək. Atmanda Tayland ola bilər, məsələn, turistik. Bəli, siyahımızın 4-cü sırasında Taylanddır. Müsəlman bir ölkə var, Afrikadan böyük bir ölkədir, əhalisi də çoxdur. Nigeriya ola bilər. Bəli, siyahımızın 3-cü sırasında. 3-cü sırasında Nigeriya. Yenə dediyim kimi o əkinçilik filan hamısını nəzərdə tutublar. Bəli, bəli. Ərəb ölkələrindən ola bilər, Hindistan, Pakistan hamısı ordadır. Bəli. Birləşmiş Ərəb Əmirliyi, Xeyr, amma qonşusudur. Qətər, Bəli, siyahımızın ilk sırasında hətta. 2 sırada. İpucu verərdin, çünki siyahı tamam fərqli gəldi mənə. Məsələn, ikinci sırada Taylandın qonşusudur. Taylandın qonşusu. Nigeriya məni biraz təəccübləndirdi. Laos ola bilər. Xeyr. Onda Kamboca. Bəli, Kamboca siyahımızın ikinci sırasındadır. Qaldı bizdə. Qaldı 5-ci sıramız. İndi hər video olduğu kimi indi burada Azərbaycanı kurs eləyəcəklər ki, işsizlik səviyyəsi belə. Müasir dövrdə indi insanlar internet üstündən pul qazanırlar. Məsələn, Azərbaycanda da nə qədər adam var ki, öz işini internet üstündən qurur. Bu arada bizim 45 günlük blogerlik kursumuz var. Orada qoşulub geniş iş imkanlarını açıla bilərsiniz. 5-ci yer bəlkə sən deyəsən, ağlıma heç bir ölkə gəlmir. Yəni gələcəyində Afrikadan bir ölkə çıxacaq, yenə şoka düşəcəm. Burundi. Burundi. Bəli, siyahımızın 5-ci sırası. Onu da deyim ki, işsizlik bu ölkələrdə 1%-in altındadır. Siyahıda neçə yeri doğru təxmin edə bildiniz? Şərhlərdə qeyd edin.